deməli, Hodge kompleksinin şəklinin dəyişmiş forması olan akrosoma maddəsi yerləşir ki, bu da yumurta hüceyrəni dəlib içəri keçməyə kömək eləyir bu. Daha sonra Akrosoma boyuncuq hansı hissə o orqanoidin şəkil dəyişməsidir? Hodge kompleksi. Bəli, Hodge kompleksinin şəkil dəyişməsidir. Başlıqda eyni zamanda dedik 23 xromosomlu nüvə vardır. Düzdürmü? Aha. Spermatozoiddə sentriollar olur, yoxsa yumurta hüceyrədə? Aha, sentriollar spermatozoiddə olur, mitoxondri yumurta hüceyrədə olur. Spermatozoiddə də olur. Bəyəm spermatozoiddə yumurta hüceyrə, mitoxondri olmur ki? Olur. O da hansı hissəsində? Boyun hissəsində olur. Quyruğa yaxın olan Deməli, hissədə. o quyruq hissə hərəkətli hissəyə yaxındır deyənə orada onun Bəli. sayəsində o hərəkət. Leyla, 5 eyni yumurta əkisinin əmələ gəlməsində neçə qamçılı qamet iştirak edir? Aha, bir dənə qamçılı qamet iştirak eləyir. Düzdür. Bəs neçə qamet iştirak edir? Deməli, cəmi bir yerdə bir eyni, Bəli. deməli, 2 dənə qamet iştirak eləyir. Bəli. 5 müxtəlif yumurta əkisinin əmələ gəlməsində neçə qamet iştirak edir? Aha, burada 10 dənə qamet iştirak eləyir. Bəli. 5 dənə erkək cinsi qametlər, 5 dənə də dişi. Düzdür. 5 eyni yumurta əkizinin ciftinin göbək ciyəsinə olan nisbəti. Aha, 5 dənə eyni. Bəli. Tamam. Deməli, cift 1 ədəd olacaqdır, göbək ciyəsi 5 dənə olacaqdır. 1-in 5-ə nisbəti olacaq. Düzdür. Bəs 5 müxtəlif yumurta əkizinin göbək ciyəsinin ciftə nisbəti? 5-in 5-ə, o da 1-in 1-ə nisbəti olacaq. Bəli. 5 eyni yumurta əkizinin əmələ gəlməsində minimum neçə blastomer iştirak etməlidir? 5 dənəsində. Deməli, 8 dənə. Ay, sağ ol. Afərin. 8 dənə blastomer minimum onun içindən çıxmalıdır. 5 dənə eyni. Tamam, axşamınız xeyir olsun. Axşamınız xeyir.